Pozitiv enerjisini yaşayırsa, məsuliyyətli, vicdanlı və güvənli insanlardır. Onlar hər şeylərini zəhmətlə qazanırlar. Göydən heç nə düşmür onlar üçün. Və sən elə düşünürsən ki, belə insanla yaşamaq asandır, düzdür, amma elə deyil. İndi kölgə tərəfini deyəcəm. Dördlərlə münasibət qurmaq istəyirsənsə, dost, iş və ya şəxsi münasibət, əvvəlcədən xəbərdar olun. Onlar çox xırdaçıldılar. Hər şey ölçüb biçirlər və dəyişikliklərdən qorxurlar. Onlara gəl yeni bir şey sınayaq demək, daşdan su çıxarmaq kimidir. Mənfidə çox konservativdilər. Elə bil başqa əsrdən qalıblar. Ailədən götürdüyü köhnə qaydalara ilişib qalırlar. Bərk-bərk qoruyub saxlayırlar, əllərindən buraxmaq istəmirlər. Özləri də bundan çox əziyyət çəkir, amma yenə də buraxmağı bilmirlər. Ən çətin tərəfi sərt olmalarıdır. Pullarında da, sözlərində də, münasibətlərdə də qənaətçil deyirlər ha, bəzən lap xəsis olurlar. Həm maddiyyatda, həm də emosiyada. Və nəticədə belə adamla ünsiyyət qurmaq olmur, sanki divarla danışırsan. Bir sözlə dörd enerjisinin mənfidə ən böyük problemi inadkarlığıdır. Mən belə öyrənmişəm, belə də olacaq və salam. Siz də belə dördlər tanıyırsınız, yorumlara yazın.